Bu rapçi Alizadənin boğazma tatosunu elətdirərsən yoxsa sevgilivin? Sevgilisiz? Bəli. Bəli. Neçə il sevgilisiz? 7 ay. 7 ay. Yaxşı. Heç fikrində olub sevgilivin tatosunu elətdirmək? Xeyr. Sizin fikriniz nədir? Mən də belə çox istəməmişəm, əslində çox da önəmli olmayıb mənim üçün. Yaxşı, iPhone 17 qarşılığında sevgilindən ayrılıb Alizadənin tatosunu boğazıma vurdurarsan, bunu demədən əvvəl məni takib edirsiniz? Xeyr. Xeyr. Əgər məni takib etsəydiniz, məndən düz 5 man pul qazanasıydınız. Ona görə də hər kəs məni takib etsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. iPhone 17 qarşılığında sevgilindən ayrılıb Alizadənin tatosunu boğazıma vurdurarsan? Şəklə baxım. Niyə də yox? Bir dəqiqə, indi sən bu şəklini boğaza tato elətdirəcəksən. Çox istəyirəm bu arada. Necə? Biz sevgiliyiz, neçə vaxtdır bir yerdəyik biz. Nətən bunu götürüb şəklini boğaza tato elətdirirsən? Bəlkə danışasan, bir şey deyəsən. Açıqlama verəsən bununla bağlı. 17-yə mənə satırsan hal-hazırda sən. Çox istəyirəm ha, 17-yə səni satıram. O Alizada ona tato get nə edirsən elə. Sən belə çox ciddisən? Bəli, çox istəyirəm. Yaxşı, onda biz tatoya gedək. Razısan? Razıyam. Sevgilimi sevirdin? Xeyr, çox da sevmirdim onu. Niyə? İlgi göstərmirdi. İndi isə gəlmişik Alizadənin tatosunu vurdurmağa Rəslov tatonun yanına. Xoş gəlmisiniz. Deməli bu günlərin boğazına vurduracaq tatonu. Buradan Alizadə Asiya, buradan isə şəkil olacaq. İndi isə ilk tatosu qurtardı. Alizadə Asiya və ikinci tatoya keçirik. Gördüyünüz kimi şəkli. Dostlar, tatunu bitirdik artıq. Xeyirli olsun. Sənin son fikirlərin nədir? Əzad, əgər bu video sənin qabağına çıxırsa, gəl mənim sevgilim ol. İnanmıram məndən sevgili olarsan, amma səni çox sevirəm.